Zəngilan 4 saylı tam orta məktəbdə bugün ən gözəl və sevgi dolu anlardan biri yaşanıb. Son zəng tədbiri. Məzunların gözlərində bir qarış həyəcan və sevinc var. Bəziləri məktəbdə keçirdikləri illəri xatırlayaraq duyğulanır, bəziləri isə gələcəyə böyük ümidlərlə baxır. Məktəb direktoru məzunları ürəkdən təbrik edir, onların hər birinin parlaq gələcəyi üçün ən yaxşı arzu və tövsiyələrini çatdırır. Öz balam kimi sevdiklərim artıq bir pilləni başa vurub ikinci pilləyə qədəm qoyurlar. Həyata qədəm qoyurlar. Onların bu sevinci valideynlər qədər məni də sevindirir. Çox şadam ki, bu il mənim şagirdlərimdən biri qırmızı attestata layiq görüldü. Buraxılış imtahanlarından 270 bal topladı. Bunlar həqiqətən də onların uğurları mənim üçün də əzizdir, doğmadır. Uğurlar arzulayıram, yolları açıq olsun, şansları bol olsun. Bu il məktəbi qırmızı attestatla bitirən şagirdlərinin uğuru xüsusi vurğulanır. Onun zəhməti və əzmkarlığı həm müəllimlərin, həm də valideynlərin fəxridir. Həm sevinirəm, həm kədərlənirəm. Burada mənə əziyyət çəkən bütün müəllimlərimə təşəkkür edirəm. Məzun dostlarımı təbrik edirəm. Buradan ayrılmaq mənim üçün çox çətindir. Çünki ilk günümü burada məni qarşılayan Nurəngiz müəllimə. Sonra mən buradan yola salan Şahnaz müəllimə. Mən onlardan ayrılmaq çox çətindir mənim üçün. Mən burada qırmızı attestat alaraq müəllimlərimi ucaltdım. Onlar mənə çox əziyyət çəkdilər və bütün məzun dostlarıma buradan təbrik edirəm. Bayram əhval-ruhiyyəsi ilə məzunlar rəqs edir, dostları ilə birlikdə xoşbəxt anlarını bölüşürlər. Son zəng səslənir. Şagirdlər həm həyəcanlı, həm də qürurlu anlarla məktəblə vidalaşırlar.